Bu ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% artaraq 178 min tona çatıb. Son 6 ayda isə iki ölkə arasında dəmir yolu daşımaları 93% artıb. Bu fikirlər Bakıda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı nümayiş zonası Azərbaycanda logistika və ticarətin təşviqi konfransında səsləndirilib. İlin əvvəlindən Çindən gələn blok qatarlarının 70-75% Azərbaycanın ixal məhsullarıdır. Bunu Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev Bakıda Şanxay Əməkdaşlıq Təşkilatının nümayiş zonası Azərbaycanda logistika və ticarətin təşviqi konfransı mövzusunda keçirilən tədbirdə deyib. Həmin ixal yüklərinin demək olar ki, tamamı bizim mərkəz vasitəsilə qəbul edilib, yük aşırılma prosesləri həyata keçirilib və gömrük buraxılış prosesləri effektiv şəkildə həyata keçirilmişdir. Çindən ölkəyə gələn yüklərin istər ixal olsun, istər multimodal yüklərin dəmir yolundan tırlara aşırılaraq üçüncü ölkələrə və digər region ölkələrinə getməsi üçün kifayət qədər potensial mövcuddur. Xatırladaq ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır. Ötən il orta dəhliz üzrə yük daşımaların həcmi 65% və ya təxminən 3 milyon ton artıb. 2024-cü ildə bu marşrutdan yük daşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır. Şanxay Əməkdaşlıq Təşkilatı nümayiş zonası Azərbaycanda logistika və ticarətin təşviqi mövzusunda keçirilən konfrans çərçivəsində Azərbaycanla Çin şirkətləri arasında logistika və turizm sahəsində 2 sənəd imzalanıb.